Maşında ən vacib, amma çox adamın adını eşidib və nə etdiyini bilmədiyi bir detal var. Su pompası. Bu gün onun nə iş gördüyünü və xarab olanda nə baş verdiyini aydınlaşdırırıq. Su pompası nə işə yarayır? Sadə dillə desək, su pompası mühərrikin ürək döyüntüsüdür. O mühərrikin içində antifrizi, soyuducu mayeni dairəvi şəkildə dövr etdirir. Maye radiatora gedir, orada soyuyur. Sonra yenidən mühərrikə qayıdır. Beləcə mühərrik həddindən artıq qızmır və sabit temperaturda işləyir. Bəs su pompası necə işləyir? Pompa adətən kəmərlə hərəkət edir, yəni loru dildə desək remenlə. Mühərrik fırlananda o da fırlanır. Daxilindəki kiçik qanadlar, impeller, mayeni sistem boyunca itələyir. Sadə mexanika, amma işləməsə nəticə bahalı ola bilər. Bəs su pompası xarab olarsa nə baş verir? Əgər su pompası sıradan çıxsa, soyuducu maye dövr etməyəcək. Nəticə: mühərrik sürətlə qızmağa başlayır, temperatur lampası yanır. Bəzən hətta qapaqdan buxar çıxır. Bunu vaxtında hiss etməsən, mühərrik yanığına bir səbəb gətirə bilər. Xarablıq əlamətləri nələrdir? Əlamətləri diqqətlə dinlə. Mühərrik tez-tez qızır, radiatordan və ya kəmər hissəsindən sızma görünür, qəribə səs gəlir, sanki fırlanan metal səsi. Salonun sobası isti hava vurmur. Bu hallardan biri varsa, çox gec olmadan ustaya göstərin. Bəs bunun qarşısını necə almaq olar? Pompanın ömrü adətən 60-100 min kilometr arasındadır. Amma antifriz vaxtında dəyişilməsə, içindəki korroziya onu tez sıradan çıxarır. Ona görə antifrizi 2-3 ildən bir dəyiş və hər kəmər dəyişəndə pompanı da yoxlat. Deməli, su pompası kiçik hissə olsa da böyük iş görür. O olmasa mühərrik bir neçə dəqiqəyə yanar. Belə videoların davamı üçün kanala abunə ol. Like qoy və sualını şərhlərdə yaz. Bəlkə növbəti videoda sənin sualın cavablanacaq.